Azərbaycan dilində gözəl bir dənə qrammatika var. Bir də işıq düşür buradan. Deyirik ki, işığı, zadı bağla. O zad tərcümədə nə gedir? Məsələn, mən yazıram onu Azərbaycan dilindən türkçəyə tərcümə. Yazıram işığı, zadı. Tərcümə verir mənə işığı, işığı. Demək, o zad kəlməsi ondan əvvəl işlənəcək biləcək sözün mahiyyətini daşıyır. Məsələn, elə bir ki, onu klonlayır da. Deyirəm ki, məsələn də, qardaşım evdədir. Deyirəm ki, o ayaqqabının zadı oradan götür, qapının ağzında qalmasın. Yəni, ayaqqabı və ayaqqabı kimi nə varsa orada götür. Məsəl üçün deyirəm ki, gecədə ayağıma ilişməsin. Yəni, ayaqqabı və ayaqqabı kimi ayağıma dolaşacaq, yəni gecə görməyə biləcəyim şeyləri oradan götür və məni narahat eləməsin və yıxılmayım, belə bir şey. Demək, bu zad kəlməsi ondan əvvəl gələn isimin xüsusiyyətlərini daşıyır. Bu niyə deyirəm? Prosta yadıma düşdükcə bəzi şeyləri not alıram və elə kəlmələr, elə sözlər var ki, biz fərqinə varmadan istifadə edirik və bunu bizdən kimsə soruşanda deyə bilmirik ki, bu sözün həqiqi mənası nədir? Normalda bunu xaricdə yaşayanlar bu məsələ problemlərlə və yaxud da bu məsələlərlə üzləşir. Çünki bəzi anlarda tərcümə eləyirsən, o da deyir ki, tamam, almanı bildim, amma zad neydi, almanı zadı ver. Və yəni alma və onun ətrafındakı falan o zad kəlməsinin belə şeylərin işlənmə yerini sizlə bölüşmək istədim. Əgər kiminsə əlavələri varsa, yanlışım varsa qeyd eləsin. Çünki bu cür mövzularda video çəkmək, düzdür bilirəm, baxılmır belə videolar, amma mənə maraqlı gəlir. Ələlik like eləyin ki, biraz baxış çox gəlsin, belə maraqlı şeyləri sizlərlə bölüşüm.